Alfa Kursun birinci bərnaməsinə xoş gəlibsiniz. Dünya indi əcib bir vəziyyətə düşüb. Bu 21-ci əsrdə din və məzhəb ciddi bir şəkildə özünü həm şərq dünyasına, həm də qərb dünyasına mətrəh edib. Mən ilə həmyaşıd olanlar fikr edirəm yaxşıca xatırlayırlar ki, necə İranda baş verən İslami inqilab din və məzhəbi dünya üçün elə bir şəkildə mətrəh etdi ki, onlara həm inanması, həm də həzmi çətin idi. Bu haqda kitablar yazıldı. Məqalələr çap oldu. Siyasət adamları ilə müsahibələr və reportajlar əmələ gəldi. Və bunların hamısı bunu göstərirdi ki, dünya bu məzhəbi cərəyanın qabağında əsla hazırlıq görməyib. Elə bu İslami inqilabdan sonra idi da ki, radikal məzhəb siyasi sahədə özünü qüvvətli bir şəkildə mətrəh etdi və nizami sahədə də öz qüvvətini artırdı. Dini siyasi dəstələr cürbəcür terrorlar yaratdılar və dünyanı zorladılar ki, din və məzhəbi artıq ciddi alsın və ona təzə bir pəncərədən baxsın. Bizim İranda yaşayan həmvətənlərimizə ki, İslami inqilabın ortasındaydılar, vəziyyət daha da fərqli idi. İctima və dəyərlər elə dəyişmişdi ki, ya gərək onunla həmrəng olub saziş edirdilər, ya da ondan eşiyə çıxırdılar. Başqa bir yol onlar üçün yox idi. Və belə oldu ki, birdən İranda yaşayan hər xalqdan bir çox miqdarı sel kimi qərbi ölkələrə hücum gətirdilər və çalışdılar ki, o ölkələrdə bir nəhvinə özləri üçün yaşayış imkanı yaratsınlar. Bunlar o adamlar idilər ki, ictimaya hakim olmuş təzə radikal məzhəbi dəyərlər ilə həmrəng ola bilmirdilər. Getdikləri ölkələrdə İslamın onlara hakim etdiyi zehni ixtişaş bu adamların çoxlarını Məsihiyyət kilisası tərəfinə çəkdi və birdən həm xarici kilisalar, həm də İranlılar vəsiləsi ilə qurulmuş farsi kilisalar da ki, əslən çox deyildilər, bu adamlarla doldular. O din və məzhəb ki, bunlar keçmişdə onu o qədər ciddi almamışdılar, indi özünü acı bir şəkildə mətrəh etmişdi. Azərbaycan vətənimizin şimal bölgəsinə gəlincə, əgər tarixdən biraz məlumatınız olsa, yaxşıca bilirsiniz ki, hissə Azərbaycan xalqının quruluşundan, yəni miladdan əvvəl 7-ci əsrdən həmişə Azərbaycan ya da doğrusu Atropadıqan ölkəsinin bir parçası idi. Amma nə deyim ki, 1813 və 1827 illərində Rus tezarı iki əhdnamənin vəsiləsi ilə şimal bölgəni ana vətəndən ayırdı və Rus hakimiyyəti altına aldı və o zaman da ki, komünistlər hakimiyyəti ələ keçirdilər, bizim xalqımız da oranın bir respublikası adlanıb, hələ də ana vətəndən ayrılmış bir şəkildə həyatına davam verdi. 1990 ilində komünistlərin suğutu bais oldu ki, şimal bölgə siyasi istiqlalını ələ keçirsin və İranda baş vermiş İslami hakimiyyətə görə də əsla istəməsin ki, təzədən Azəri xalqının böyük hissəsinə ki, İran hökumətinin altındaydı, qoşulsun. Bu böyük vaqiədən hələ çox keçməmişdi ki, istiqlalını tapmış şimal bölgədə xalqımız birdən özünü cürbəcür dinlərin, cürbəcür fəlsəfələrin hücumu qabağında tapdı və lazım idi ki, onlar barədə ciddi bir şəkildə bir düşünsün. Təzə yaradılmış Cumhuri Azərbaycan
ticarət dünyasının təmsilçiləri ilə dolarkən, cürbəcür fikirlərin təmsilçiləri ilə də doldu. Əgər bunların hamısına bütün o hadisələri də ki, beynəlxalq sahədə baş verir artıraq, görərik ki, din kəlməsi özünə daha da üstün yeri tələb edir. İndi doğrusu, terörist kəlməsi daha çoxu din və məzhəb ilə bağlıdır və onunla əlaqə saxlayır. Amerikada iki bürcün yerə yıxılması, cəmaət arasında bombaların partlaması, Əfqanistan ölkəsində Talibanların zuhur və cinayətləri, Afrika bölgələrində adamların qətliamları, Libidə, Misirdə, Tunisdə, Suriyədə baş verən vaqiələr, bunların hamısı din mətləbini daha da çox mətrəh edir. Kim eləyə bilərdi ki, hətta fikrində belə dinin belə bir şəkildə mətrəh olmasını təsəvvür etsin? Məgər din eləyə bilərdi ki, bu 21-ci əsrdəki elm və teknoloji bu qədər geniş bir şəkildə pişrəft edib, hələ də mətrəh ola bilsin? Aya belə bir dünyada ki, fəlsəfə adamları onu postmodernizm dünyası çağırırlar, dinin insana demək üçün hələ də bir sözü ola bilərdi. Dünyanın nə hala döndüyünə baxarkən elə bil ki, bu sualın cavabı bəlidir. Və artıq olmaz ki, dini insanın yaşayış sahəsindən eşiyə çıxardaq. Buna görə də əcib deyil ki, hər yerdə söhbət dindən getsin. Televizyonu açırıq, cürbəcür kanallar din haqqında, Farsi dilində, Türkçü dilində bərnamələr yayırlar. Məsihiyyət haqqında, İslam haqqında, Zərtüşt haqqında. Amma həqiqət budur ki, bəşər heç vaxt eləyə bilməz din və məzhəbi öz həyat sahəsindən eşiyə salsın. Bəşər üçün həmişə bir neçə əsli və bünövrəvi sual mətrəhdir və əgər doğrudan istəyir ki, bu suallarına cavab tapsın, ya gərək dinə üz gətirsin, ya da fəlsəfəyə. Çünki ancaq bu iki qaynaqdır ki, iddia edir, onun bu suallarına cavab verə bilər. Bu suallara ki, o haradan gəlib, haraya gedir? Həyatının hədəf və məqsədi nədir? Ölümdən sonra nə olacaq? Bu kainat və aləm haradan vücud tapıb? Bəşərin tarixinə baxarkən görürük ki, həmişə din və fəlsəfədir ki, çalışıblar insanın bu əsası suallarına cavab versinlər və onun fikrini özlərinin istədikləri tərəfə döndərsinlər və beləcə onların fikirlərinə hakim olarkən, onların rəftarlarını öz kontrolu altına alsınlar. Amma din haqqında böyük bir müşkül var və o da budur ki, bu sualları soruşduqda səni tarı adında bir vücudun yanına həvalə edir. Soruşursan, haradan gəlmişəm? Deyir tarı. Kim məni yaradıb? Tarı. Bu aləm haradan vücuda gəlib? Tarı və bütün suallar qabağında tarı. Beləcə siz məcbur qalırsınız ki, tarının yanına gedib suallarınızı ondan soruşasınız. Amma burada müşkül daha da böyüyür. Çünki bu sualı tarıdan soruşduqda heç bir söz, heç bir səs ya da xəbər çıxmır. Daha çox çalışırsınız. Yaxşı əməllər etmək ilə elə düşünürsünüz ki, sizə cavab gələcək. Lakin çox təəssüf ki, bu da işə yaramır. Doğrudan da elə həmən bu mətləb idi ki, bais oldu insan ümidini tarıdan üssün və ciddi bir şəkildə onu həyatından qırağa qoysun və çalışsın ki, cavabı üçün başqa bir yer axtarsın.
Və belə idi ki, cürbəcür fəlsəfələr yarandılar. Fəlsəfələr ki, əvvəlcə məzhəb ilə qarışıq idilər, lakin sonrası dindən bütöv ayrılıb materialist oldular və artıq bu suallara din və məzhəbin qoyduğu pəncərələrdən baxmadılar. Bu fəlsəfələrin dedikləri əlbəttə ki, əvvəlcə çox çəkici və inandırıcı göründü və çox insanları öz arxalarına saldı. Xüsusən də o adamları ki, Tanrıdan cavab almaqları halda üzülmüşdülər və nə edəcəklərini bilmirdilər. Bu fəlsəfələr, bu məktəblər cürbəcür sözlər və əqidələr ilə qısa bir müddət üçün insanın başını qal etdilər. Lakin tarixin başqa bir oyunu var idi. 20-ci əsrin axırında bütün bu fəlsəfələr ki, insanın əsli sualları haqda cavablar vermişdilər, hamısı elə bir vəziyyətə düşmüşdülər ki, deməyə artıq heç sözləri yox idi. Elə bil ki, hamısı birdən fikri baxımdan vərşikəst olmuşdular. Verdikləri bütün o cavablar bünövrəsiz olduqlarına görə birdən öz başlarına yıxılmışdı, uçmuşdu, xaraba və viran olmuşdu. Və nə deyim ki, hamıdan çox bizim öz xalqımız üstündə bu vəziyyətin dərin və qırıcı əsərini qoydu. Elə ki, indi hər yerdə fikir və düşüncə sahəsində İran xalqının həyatında böyük bir boşluq hakimdir. Bir tərəfdən İslami hökumətin fikir və rəftarı, onların sünnəti inanclarını aradan aparıb, o biri tərəfdən də fəlsəfənin illər boyu verdiyi cavablar səhv və faydasız olduqlarını isbat edib. Bunun nəticəsində o əsli suallar ki, birinci əsrin insanlarına cavabsız qalmışdı, 21-ci əsrin insanlarına da cavabsız qalır. İnsanın ələ gətirdiyi bu qədər elm, bu qədər pişrəft, bu qədər mədəniyyət bu barədə ona heç kömək olmayıb. Əsli sualları hələ də cavabsız qalır. Belə bir vəziyyətdə ki, insan fikri və inanc sahəsində belə bir boşluğa düşüb, aydındır ki, nə baş verər. İnsanları o yerə çatdırar ki, böyük şairimiz Xəyyam farsca onu çox gözəl bir şəkildə bəyan edir. Dünəndən heç danışma, keçib getdi. Sabahdan da söz etmə hələ gəlməyib ki. Həyatını nə keçmişə qur, nə də gəlməmiş gələcəyə. İndini yaşa, ömrünü hədər etmə. İndini yaşa, ömrünü hədər etmə. Belə bir düşüncə ictimaya, əzizlərim, böyük ziyanlar yetirər və hamısından da daha böyük ziyan budur ki, ictima əxlaqiyyat sahəsində suqut edər. Ona görə də təəccüblü deyil ki, vətənimiz İranda bu günlər əxlaqi baxımdan bu qədər pozğunluq, bu qədər fəsad görürük. Din xalqımızı inanc baxımından boşluğa aparıb, fəlsəfə də üzücü bir şəkildə onları bu boşluqda tək-tənha buraxıb. Bu vəziyyət adamda acı bir his yaradır. Elə hiss edir adam ki, elə bil həm məzhəb onu aldadıb, həm də fəlsəfə. Vətənimiz haqqında olan təsvir mənim zehnimdə başqa bir təsvir idi. Amma indi nə deyim ki, həqiqət bu təsvirdən daha fərqlidir. Bu fikri sahəsində baş vermiş boşluq xalqımızı bünövrədən çürüdür və onları elə bir vəziyyətə salıb ki, hər kəs ancaq bu gününü düşünür, hər kəs ancaq özünə və özü üçün yaşayır.
din onların suallarına cavab verə bilməyib, fəlsəfə də onları bu haqda qandıra bilməyib. Bəs nə edək? Aya belə bir vəziyyətə davam verək? Əgər belə etsək, əzizlərim, hər şey əhəmiyyətdən düşər. O qədər süqut edərik ki, artıq heyvanlar kimi yaşarıq. Elə olar ki, heç bir şey artıq bizi şad edə bilməz. İnsan həyatı meşə həyatına dönər ki, onda ancaq qüdrətli eləyə bilər, yaşasın və zəif aradan getməlidir. İnsanların bir dəstəsi hündür bürclərdə yaşayarkən, qonşusu böyrək satmağa, namus satmağa məcbur qalar və bunun ona əsla əhəmiyyəti olmaz. Aya həyat doğrudan budur? Aya insan həyatı ancaq bu qədərdir? Aya bizim həyatımızın məqsədi ancaq bu qədərdir ki, fəqət bu günü yaşayaq? Elə ki, hər şey artıq əhəmiyyətdən düşsün və insan həyatının dəyəri bir heyvan həyatının dəyərinəcək aşağı ensin? Kaş ki, etdiyim bu suallar doğru olmasaydılar. Amma nə deyim ki, çox da doğru, çox da həqiqidirlər. Ona görə də bu suallar bizdən doğru və həqiqi cavablar tələb edirlər. Amma haradan bu cavablara çata bilərik? Bunları tapmaqda görəsən biz harada səhv etmişik? İndiki fəlsəfənin verdiyi cavablar mühüm deyil, hansı fəlsəfə olsun. Boşa çıxıb, gəlin təkrar din və məzhəbə dönək. Hətmən yadınızdadır ki, dedim, dinin nə müşkülü var. Dindən hər nə soruşursan, səni tarı adında bir vücuda həvalə edir. Gedib ondan soruşanda da bir cavab ala bilmirsən. O sakit durur. O qədər ki, məyus olub ondan əl çəkirsən. Amma əvvəlcə gərək özümüzdən bu sualı soruşaq. Tarıdan soruşanda ya tarı cavab vermədi, ya ki tarı cavab verdi. Lakin mən qadir deyildim onu eşidim ya da onu anlayım. Çünki tarıdan soruşduğumuzda bu ki bir şey eşitmədik, buna dəlil olmaz ki o bizə cavab vermədi. Bəlkə də o cavab verdi, lakin biz qadir deyildik ki onu eşidək. Bu sual bizi daha başqa bir əsası sualından üzbəüz edir. Aya insan üçün doğrudan bu imkan var ki, tarı ilə rabitə qurub onu tanısın? Aya bəşər olduğumuza baxmayaraq, olar ki, tarı pərverdigarla üzbəüz söhbətləşək? Aya olar ki, tarını tanıyaq? O zaman ki, bu sualı adamlardan soruşuram, əl ayaqlarını itirib tezliklə
dini təcrübələrinə söykənib cavab verirlər. Bəli, əlbəttə ki olar. Halbuki sualım haqqında çalışmırlar ki, biraz daha dəqiq düşünsünlər. Deyirlər, əlbəttə ki, Tanrını tanımağa qadirəm. Onlardan soruşuram, bunu necə edə bilərsən? Cavab verirlər, Tanrı haqqında təhqiq edərəm. Onun barəsində dinlərin nə dediklərini, başqa məktəblərin nə dediklərini araşdıraram. Başqa insanların bu barədə nə təcrübə etdiklərini də təftiş edərəm. Sonrası da nəticəyə çataram. Soruşuram, nəticəyə çataram deməkdən məqsədin nədir? Deyirlər, bu ki, o vaxt Tanrının olub-olmadığına və nə cür olub-olmadığına qərar verərəm. Və müşkül də elə buradadır. Bu, adamın özüdür ki, qərar verir, Tanrı var ya yox və əgər vardır, nə cür Tanrıdır. Və bu işinən doğrusu bunu iddia edir ki, Tanrıdan üstündür. Və bu təşxis onda var ki, Tanrı gərək nə cür bir Tanrı olsun. Ona görə də müxtəlif dinlər və məktəbləri araşdırır və onlardan ayırt edə bilir ki, hansı doğru, hansı yalandır. Adam belə bir sözü deyəndə bunu göstərir ki, Tanrı haqqında fikrində bir əyar saxlayır. Və dinlərin o sözlərini ki, zehnində saxladığı əyarından cür gəlir, düz bilir və başqalarını rədd edir. Amma baxın, bu sözü deyəndə biz elə artıq o öz fərzimizi ki, Tanrı haqqında varımız boşa çıxardırıq. Bu artıq Tanrı deyil ki, mənim olub-olmadığımı təyin edir. Bu, mənəm ki, Tanrını necə ki istəyirəm, necə ki də mənə münasib, mənə uyğun gəlir, yaradıram. Və bunu etməkdə mən özüm hər şeyin mərkəzi oluram. Mən ki, bu yaradılmış kainatın kiçik bir zərrəsiyəm. O vaxt ki, bu mətləbi insanlara açıqlayıram, soruşurlar, bəs dinlər nə üçündür? Məgər bunun üçün deyil ki, biz onların kitablarını oxuyaq və beləcə Tanrı pərverdigarı tanıyaq. Bu cavab bir baxımdan doğru görünür, amma eyni halda böyük bir müşküldə yaradır. Baxın, məgər fərz bu deyil ki, Tanrı həqiqətdir. Əgər Tanrı həqiqətdir, həm də mütləq bir şəkildə, o zaman ancaq bir həqiqət ola bilər. Və bu həqiqətdən ələ gətirdiyimiz təcrübə də nəhayət eyni və həməndir. Gərək də belə olsun. İndi gəlin müxtəlif dinlərin Tanrıdan dediyi təcrübələrə baxaq. Onların dediyi bu təcrübələr bir-biri ilə əsla cür gəlmir, müxtəlifdir və çox zamanlar elə olur ki, dedikləri bir-birlərini hətta rədd edir. Halbuki, Tanrının həqiqət olduğuna dayanaraq, bunların təcrübə etdikləri gərək eyni və bir olsun. Və elə bu müxtəlif nəzərlər də onlarda gizli olan həqiqəti göz qabağına çıxardır. Və o həqiqət budur. Dinlər hansı olur olsun. Dinlər o fərzlərdir ki, insan özü onları Tanrı haqqında fərz edir. Və bu fərzlər ancaq onun öz düşündüklərinə əsasdır. Ona görə də bu insandır ki, bütün əla sifətləri Tanrıya isnad edir. Bəli, əzizlərim, dində bu
insandır ki, tarını öz fərzlərinə görə yaradır. Bu da ancaq bütpərəstlikdir. Dinlərdə gələn mətləblər bunu göstərir ki, o dini quranın zehnində tarı haqqında nə fərzlər varmış ki, mümkündür düz olsun ya da düz olmasın. Onun düz olub olmamasını necə təyin edirik? Onu deyən adamın şəxsiyyətinə baxırıq. Əgər o adam yenə də bizim öz əyarlarımıza görə əmin və sadiq bir adam olsa, özümüzü qandırırıq ki, dedikləri də doğrudur. Amma əgər olmasa, onları rədd edirik. Dərvaqə, bu onların şəxsiyyətləridir ki, bizi dediklərinin doğru olduğu halda çalışır ki, qandırsın. Amma çox təəssüf ki, burada bir müşkül var. İnsan olar ki, çox da sadiq bir şəkildə səhv və yalan bir şeyə inanmış olsun. Dini quran adamlar mühüm deyil ki, nə qədər sadiq və əmin şəxsiyyətləri var. Hələ də onlar üçün bu imkan var ki, səhv və qələt bir şeyə inanmış olsunlar. Qoyun bu haqda sizə həqiqi bir xatirə tərif edim. İran-Əraq müharibəsində mən əskərliyə getmişdim və təhsilatıma görə Qurhan başçısı idim. Biz hər gün əskərləri məşqə aparardıq və onlara necə müharibə etməyi öyrədərdik. Xüsusən də bunu ki, silahlarından necə istifadə etsinlər. Bir gecə bizim qordanımız ki, 4 Qurhandan ibarət idi, məşq üçün çölə getdi və həqiqi güllələr ilə əskərləri məşqə apardıq. Məşq qurtardıqda çöldə necə ki qayda idi, onlardan istədik ki, tüfəngin xişabını tüfəngdən ayırıb, 2 dəfə tüfəngləri ilə havaya maşa çəksinlər ki, əgər tüfəngin gülləsində daha güllə qalmış olsa, havaya açılsın və tüfəng güllədən boş olsun. Bu işi silahxananın ağzında da tüfəngləri təhvil alan zaman edərdik. Buna görə də silahxanada olan tüfənglər gülləsiz idilər. Dediyim bu gecə də bütün 4 Qurhan məşqdən döndükdə elə belə etdilər və silahlar silahxanaya yığıldı. Sabahısı tüfəngləri təkrar əskərlərə verdik ki, onları məşqə aparaq. Ordugahdan eşiyə çıxmamış, onları oturtduq ki, o günün məşqi barədə onlara dərs verək. Dərs verərkən qonşumuzdakı Qurhandan bir güllə səsi qulağımıza çatdı. Biz əfsərlər oraya qaçdıq ki, görək nə olub. Onlar da bizim kimi əskərləri sıra ilə yerə oturmuşlar ki, onlara dərs versinlər. Sıraların arasında əskərlərin biri tüfəngin başını qoltuğunun altında
elə saxlamışmış ki, tüfəngin lüləsi arxa sırada olan əskərin sinəsinə tərəf imiş. Bu əskər arxayınmış, sədaqətlə buna inanırmış ki, tüfəng güllədən boşdur və içində heç güllə yoxdur. Onun üçün də elə o sırada oturarkən tüfəngin maşası ilə oynayırmış ki, birdən maşa çəkilir və tüfəngdən güllə çıxır. Arxadakı əskərin qəlbini deşir və əskər bir anda ölür. Bu əskər sədaqətlə buna inanırmış ki, tüfəngi boşdur və maşa çəkilsə heç kəs ölməyəcək. Amma onun nə qədər arxayın, nə qədər sadiq olması heç bir fayda vermədi ki. O, sadiq bir ürək ilə səhv və qələt bir düşüncəyə inanmışdı. Beləcə də dinlərdə gələn mətləblər o dini quran adamın, onu bəyan edən adamın öz başa düşdüyü və özü inandığıdır. Bu adam nə qədər də ki, inandığında sadiq və arxayın olsa, yenə də mümkündür ki, başa düşdüyü və təcrübə etdiyi qələt olsun. Belə düşüncələr, əzizlərim, ancaq zehni məlumatlardır ki, mümkündür düz olsun, mümkündür də ki, düz olmasın. Buna bənzər ki, mənim haqqımda bir kitab yazılsın və siz onu oxuyasınız. Mənim haqqımda bu kitabdan aldığınız ancaq mənim haqqımda sizə məlumat verib. Və bu məlumat kitabın nivisəndəsinin məndən aldığı təcrübədir ki, təzə o da mümkündür səhih olsun, mümkündür naqis olsun, mümkündür əslən bütöv qələt olsun. Mənim dostlarım mənim haqqımda əgər kitab yazsalar, mənim düşmənlərimin yazdığı kitabla fərq edəcək. Bunların hər biri məndən aldığı şəxsi təcrübələrini bəyan edirlər. Və nə qədər ki, bu şəxsi rabitə səmimi və yaxın olsa, yazdıqları da həqiqətə daha yaxın olacaq. Amma hər halda bu, onların təcrübəsidir, mənim özümün deyil. Bunlar ancaq mənə məlumat verirlər. Amma mən ilə o adamın haqqında ki, bu kitabda oxuyuram, rabitə yarada bilmirlər. Buna görə də mənim şəxsi təcrübəm ola bilməz. Və çün mənim şəxsi təcrübəm deyil, qadir də deyil ki, mənə səhih və düzgün bir tanışıq versin. Niyə? Çünki birini səhih bir şəkildə tanımaq üçün lazımdır ki, mənim onunla iki tərəfli bir rabitəm olsun. O zaman bu tanışıq mənim öz təcrübəm olar. Zehni məlumatlar belə bir rabitə yarada bilməz. Bu mətləb məni başqa bir çəkici mətləbə aparır. Adamlarla danışarkən çarəsizlikdən birdən deyirlər, ağa, niyə özünü yorursan? Dinlərin hamısı bir yerə çatır. Ona görə də hər şeyə inanırsan inan. Bu ona bənzər ki, bir dağın başına müxtəlif yanlardan çıxırsan. Hər yandan çıxasan, həmən gülləyə yetişəcəksən. Dinlərin hamısı əsasən birdir. Nə deyim ki, bu söz ancaq sadə düşünməkdir. Bilirsiniz, belə bir şeyi kim iddia edə bilər? O adam ki, dağın gülləsinə yetişib və təzə
elə bir baxış qüdrətinə malikdir də ki, eyni halda dağı hər yandan görür və təşxis verə bilir ki, aya dağın müxtəlif yanlarından çıxan bütün yollar həmən gülləyə çatırlar ya yox. İnsan hətta əgər dağın gülləsinə çıxmış olsa da, cinə bu qüdrətə malik deyil ki, dağın hər yanını eyni zamanda görə bilsin. Belə bir qüdrətə ancaq tarı malik ola bilər. Və o zaman ki, belə bir iddianı edirik, bir sözdə özümüzü tarının yerinə qoyuruq və özümüzü tarı hesab edirik. Bundan əlavə, dinlərin heç birində heç kəs iddia etməyib ki, dağın gülləsinə çatıb. Bütün dinlər bunu o dünyaya həvalə edirlər. Bundan da əlavə, kim deyir ki, ancaq bir dağ və bir güllə var? Müxtəlif dinlər, müxtəlif mətləblər bəyan edirlər və dediklərinin bir-biri ilə elə fərqləri var ki, aşkar aydın görürsən ki, bir güllədən danışmırlar. Hər biri elə bil ki, müxtəlif bir gülləni tərif edir. Birinin tərif etdiyi Savalan gülləsinə bənzəyir, o birinin ki, Dəmavənd gülləsinə. Haradan bilirik ki, içində olduğumuz bu yol, yeridiyimiz bu yol bizi doğru gülləyə çatdıracaq. Baxın dinlərin tərif etdiyi tarıya. Bir din tarını vahid bilir, o birisi bilmir və minlərcə tarı yaradır. Bir din tarını şəxsi fərz edir, o birisi yox. Xeyr, əzizlərim. Dinlərin tarıdan dedikləri elə fərqlidir ki, aşkar aydın müxtəlif güllələri təsvir edir. Buradadır ki, bəziləri tez dönüb deyirlər, gəlin başımızı dinlərlə gicətməyək. Ağa, sən vicdanlı bir adam ol, vicdanla yaşa, bu yetər. Bu sözdə o əqidələrdəndir ki, adamlar haqlı və düşüncəli üzünə onu deyib, özlərini bu sözün arxasında gizlədirlər. Hər şeyi bilib anlamış kimi rəftar edirlər və bu əqidəni intellektual bir sifətinə bəyan edirlər. Vicdanla yaşamaq yaxşı bir şeydir, lakin vicdan haqqında bir müşkül var. Qoyun vicdan mətləbini biraz açıqlayım. Vicdan insanda olan o əxlaqi koddur. Vicdan əgəllən bəşərə bunu deyir ki, səni yaradan hər kəs imiş, özü də əxlaqi bir varlığımış. Vicdan əgəllən Xaliq haqqında bu qədər bizə məlumat verir. Amma vicdanda olan müşkül budur ki, vicdan keçmiş ilə, təcrübə ilə, gördüklərimizlə, eşitdiklərimizlə zaman ərzində dəyişilir. Daim vicdan dəyişilir. Qoyun sizə bir misal gətirim. 20-30 il bundan qabaq yadıma gəlir ki, bir oğlan əgər edə bilsəydi ki, bir qıza telefonunun nümarəsini versin və qızın atası bunu öyrənsəydi, o evdə böyük bir qırğın olardı. Atanın vicdanı bunu qəbul edə bilməzdi ki, qızı bir oğlandan telefon nümarəsi qəbul etsin. Bu böyük bir rüsvayçılıq idi. Amma indi çox zamanlar şahidik ki, belə bir ata 30 il keçəndən sonra rahatca qəbul edir ki, qızı geydir. Ondan danışanda da vicdanı əsla narahat olmur. Bilirsiniz deyə, çünki vicdan zaman ərzində gördüyümüz, eşitdiyimiz və təcrübə etdiklərimizlə dəyişilir.
Qədimlər əgər Eskimo bir ailəsinə biri qonaq gəlsəydi, ev sahibi arvadını qonağın yanına göndərirdi ki, qonaqla yatsın. Əgər qonaq bunu qəbul etməsəydi, bu ev sahibinə böyük bir əhanət saylardı. Amma bizim Azəri fərhəngimizdə ev sahibinin bu işi binamusçuluqdur. Görürsünüz, vicdanlar zaman ərzində müxtəlif yerlərdə, müxtəlif şəkildə davranırlar. Buna görə də əgər istəyirik ki, vicdan əsasına yaşayaq, həyatımızda olan dəyərlər daim dəyişəcək. Həm də əgər istəyirik vicdan əsasına yaşayaq, kimin vicdanını əsas qoyaq? Eskimonun ya da Azərbaycanlının, hər kəsin vicdanı görürsünüz ki, müxtəlif bir şəkildə əməl edir. Qoyun sözü qısaldım. Əziz dostlar, insan üçün bu imkan yoxdur ki, Tanrını tanıya bilsin. Bəs nə edək? Qalsın gələn bərdə.